Bugün sizlə əmək ehtiyatları, işsizlik, əhalinin məskunlaşması və dil aylıları mövzusunu öyrənəcəyik. Öncə baxaq əmək ehtiyatları nədir? Əmək ehtiyatları 16-65 yaş arası olan əmək qabiliyyətli, yəni sağlam, işləməyə hazır olan əhalidir. Əmək qabiliyyətli olan insanların hamısı əmək ehtiyatıdırmı? Xeyr. Əmək ehtiyatları ayrı, əmək qabiliyyətli şəxs ayrı. Əmək qabiliyyətli şəxslərin hamısı əmək ehtiyatı hesab olunmur. Niyə? İndi burada izah edəcəyik. Sistemə baxaq. Cədvələdə, sxemə daha doğrusu. Ölkə əhalisi 3 kateqoriyada birləşir və yaxud da 3 kateqoriyaya bölünür. 1. İşçi qüvvəsinə daxil olmayan əhali. Yəni işləməkdən yayınanlar. Bura misal olaraq evdar xanımları göstərmək olar və yaxud da iş axtarmayan, işləmək istəməyən insanlar daxildir. Yəni bunlar işləmək istəmir. Sonra əmək ehtiyatları. Əmək ehtiyatları dedik ki, 16-65 yaş arası əmək qabiliyyətli olan və işləməyə hazır olan. Yəni ya işləyən, ya da iş axtaran işsizlər bura daxildir. Əmək ehtiyatları özü iki yerə bölünür. İqtisadi cəhətdən fəal əhali, yəni rəsmi işləyənlər. İşsizlər isə rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçənlərdir. İşləməyə can atanlar, işləmək istəyənlər, iş axtaranlardır. Üçüncü kateqoriyamız isə əmək qabiliyyəti olmayan şəxslərdir. Bunlar kimlərdir? 16 yaşa qədər olanlar, xüsusi təyinatlı müəssisələrdə olanlar, fiziki məhdudiyyətli şəxslər və s. və işləməyən təqaüdçülər, yəni 65 yaşdan yuxarı olan şəxslər əmək qabiliyyəti olmayan əhaliyə daxildir. İşsizliyin səviyyəsi aşağıdakı kimi hesablanır. İşsizliyin səviyyəsini tapmaq üçün işsizlərin sayını, ölkədə olan işsizlərin sayını bölürük əmək ehtiyatlarına, vururuq 100-ə. Əmək ehtiyatı dedikdə kimlər nəzərdə tutuldu? İqtisadi cəhətdən fəal əhali və işsizlər. İşləyənlər və işsizlərin cəmi əmək ehtiyatlarıdır. Bu hesablama zamanı aldığımız rəqəm 7-8 faizə qədər olarsa, bu normal haldır. Amma 7-8 faizdən artıq olarsa, bu ölkədə ciddi iqtisadi problemlərin olduğunu göstərir. Gəlin aşağıda bir məsələ nümunəsinə baxaq. Ölkə əhalisi 10 milyon nəfərdir. Onlardan 3,6 milyon nəfəri uşaqlardır, 2 milyon nəfər təqaüdçülərdir, 0,5 milyon nəfər isə işləməkdən yayınanlardır. Yəni, bunlar əmək ehtiyatlarına daxil olmayanlardır. Və 0,6-sı işsizlərdir. İşsizliyin səviyyəsini hesablayın. Gəlin görək, ümumi əhali 10 milyon nəfərdir. Bunun neçəsi əmək qabiliyyətlidir? Əmək qabiliyyətliləri tapmaq üçün əmək qabiliyyəti olmayanları buradan çıxmaq lazımdır. Əmək qabiliyyəti olmayanlar kimlər idi? Uşaqlar, təqaüdçülər və işləməkdən yayınanlar. Bunlar əmək qabiliyyətli, əmək ehtiyatları deyil daha doğrusu. Əmək ehtiyatları olmayanları çıxdıq. Buradan cəmləyib çıxanda bu eləyir 6, yerdə qalır 4 milyon nəfər. Bax, bu əmək ehtiyatlarıdır. Əmək ehtiyatları. Bunların da içərisində, 4 milyon içərisində həm işləyənlər var, həm də işsizlər var. Biz onlarla işimiz yoxdur. Biz qeyd etdik ki, işsizliyin səviyyəsini tapanda nə edirik? İşsizlərin sayını, burada qeyd edib ki, işsizlərin sayı 0,6 milyon nəfərdir. 0,6-nı bölürəm 4 milyona əmək ehtiyatlarına və vururam 100%. İşsizliyin səviyyəsi də buradan bərabərdir 15%. Bu onu göstərir ki, 7-8%-dən çoxdur. Yəni, bu ölkədə işsizliyin səviyyəsi yüksəkdir. İqtisadi cəhətdən deməli, vəziyyətin pis olduğunun göstəricisidir. Növbəti demoqrafik yük anlayışı var. Demoqrafik yük anlayışı nə deməkdir? Demoqrafik yük dedikdə, ölkədə əmək qabiliyyəti olmayan əhalinin sayının iqtisadi cəhətdən fəal əhaliyə nisbətidir. Əmək qabiliyyəti olmayan şəxslər kimlər idi? Uşaqlar, yaşlılar, yəni təqaüdçülər, bir də xüsusi müəssisələrdə olanlar. Bunlar əmək qabiliyyətli olmayan şəxslər idi. Amma bura işləməkdən yayınanlar daxil deyil. İşləməkdən yayınanlar əmək qabiliyyətlidir, lakin əmək ehtiyatı deyil. Dünyada orta hesabla hər 100 nəfər işləyən şəxsə, iqtisadi cəhətdən fəal əhaliyə 70 nəfər uşaq və yaxud da təqaüdçü düşür.
Biz buna deyirik demoqrafik yük. Yəni bu işləyənlər öz işlərindən vergi verirlər və bunlar isə dolanırlar. Dövlət bunlara müavinətlər verir. Və bu olur demoqrafik yük iqtisadiyyatçıların dilində. Və burada ölkələri görürük. Bax, burada qırmızı bir xətt göstərilir. Bu qırmızı xətt təxminən 7,8% bildirir ki, bəzi ölkələrdə 2020-ci ilin statistikasına görə, burada həmin 2020-də böhran da baş verir, pandemiya baş vermişdi deyə, təbii ki, işsizliyin səviyyəsi müəyyən qədər artmışdı. Baxırıq ki, hansı ölkələrdə işsizliyin səviyyəsi daha çoxdur? Türkiyə yüksəkdir. Kolumbiyada işsizliyin səviyyəsi yüksəkdir. Albaniyada, Yunanistanda, İordaniyada, İraqda, İspaniyada, Bosniya-Herseqovina və Namibiyada bu kimi ölkələrdə işsizliyin səviyyəsi 10%-dən daha yüksək hesab edilir. Yəni iqtisadiyyatda problem olan ölkələrdir. İşsizliyin səviyyəsi, daha doğrusu işsizliyin növləri. Birinci görə işsizlik nə deməkdir? İşsizlik ölkənin müəyyən əmək haqqı müqabilində çalışmaq istəyən, lakin iş yeri tapa bilməyən insanlarıdır, əhalisidir. Daha doğrusu əhalisinin mövcud halıdır. İşsizlik. İşsizliyin növləri var. Friksiyon, struktur və dövrü işsizlik. Onu da qeyd edim ki, bütün ölkələrdə işsizlik mövcuddur. Elə bir ölkə yoxdur ki, orada işsizlik olmasın. Həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan ölkələrdə işsizlik mövcuddur. İşsizliyin növlərinə baxaq. Friksiyon işsizlik. Bu növ işsizliyi biz müvəqqəti işsizlik də adlandıra bilərik. Və əsasən inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Bax, belə izah edək ki, inkişaf etmiş ölkədə bir işçi öz işi onu qane etmir. İş mühiti, işdəki insanlar və yaxud da müdiriyyət və yaxud da işini sevmir, işini dəyişmək istəyir. Və o işindən çıxır, növbəti işi tapana qədər həmin zaman işsiz qalır. Bax, bu işsiz friksiyon işsizliyi adlanır. Və yaxud da tələbə universiteti bitirir, iş tapana qədər işsiz qalır. Buna friksiyon işsizlik deyilir. Struktur işsizlik var. Texnika və texnologiyanın inkişafı müəyyən sahələrə təsir edir. Son zamanlar süni intellektin olması və yaxud da ağıllı kompüterlərin istehsal olunması çox ixtisasları ələ alıb. Yəni, insanlar həmin ixtisaslarda iş tapa bilmirlər, çünki artıq süni intellekt və yaxud da robotlar, kompüterlər insanları əvəz edir. Bax, buna struktur işsizlik deyirik. Bu da əsasən inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Friksiyon və struktur işsizliklər daha çox inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Amma inkişaf etməkdə olan ölkələrdə də müşahidə edilə bilər. Məsələn, testdə sual düşə bilər ki, friksiyon və struktur işsizlik yalnız inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Yalnız sözünə görə səhvdir. Və yaxud da deyə bilər ki, friksiyon və struktur işsizlik inkişaf etməkdə olan ölkələrdə müşahidə edilə bilməz. Bu da yanlışdır. Hər ikisi olar. Amma əsasən inkişaf etmiş ölkələr üçün xarakterlikdir desə, deyəcəksiniz ki, doğrudur. İqtisadiyyatçılar deyir ki, bir ölkədə yalnız friksiyon və struktur işsizlik mövcuddursa, bu təbii haldır. Buna təbii işsizlik deyirlər. Və bu da iqtisadiyyatçının dilində tam məşğulluq kimi qəbul edilir. Tam məşğulluq deyəndə yəni işsizliyin səviyyəsini 0% qəbul etməyin. Belə bir ölkə yoxdur ki, orada təbii işsizlik 0 olsun. Tam məşğulluq dedikdə, ölkədə işsizliyin tamamilə olmaması deyil, onun minimal səviyyədə olmasıdır. Bunu xüsusi vurğulayıram. Gələn dəfə testdə sizin qarşınıza çıxaracağım. Belə bir cümlə yazacağım ki, tam məşğulluq işsizliyin tamamilə olmaması deməkdir. Burada diqqətli olun. İşsizliyin səviyyəsi ölkələr üzrə fərqlidir. ABŞ-da 6,5-7%, Rusiyada 3,5%, Azərbaycanda isə 5%-dir. Təbii ki, bu rəqəmlər rəsmi olaraq qeydiyyatdan keçən insanları bildirir. Məsələn, aranızda müdavimlərdən işsizlər var, onlar hansı ki, məşğulluq idarələrində qeydiyyatdan keçməmişdirlər. İqtisadiyyatçılar deyir ki, ümumdaxili məhsulla işsizlik səviyyəsi arasında əlaqə var. Məsələn, ümumdaxili məhsul il ərzində 2,5% artırsa, işsizlik 1% azalar. Bunlar arasındakı əlaqə tərs mütənasib asılılıqdır. Ümumdaxili məhsul artanda işsizlik isə azalır.
Bu isə Amerikalı iqtisadiyyatçı Oikenin qanununa uyğunluğuna əsasən belədir. Sonra növbəti işsizlik növü dövrü işsizlikdir. Buna deyilmir artıq. Təbii işsizliyə daxil deyil. Təbii işsizlik dedikdə friksion və struktur nəzərdə tutulur. Dövrü işsizlik isə müəyyən bir dövrü əhatə edir. Bu təbii hal hesab olunmur. İqtisadi böhran keçirən ölkələr üçün xarakterikdir və burada da ən çox ziyan çəkən əsasən orta və kiçik şirkətlərdir. Məsələn, pandemiya oldu 2020-ci ildə. Azərbaycanı götürək, bütün müəssisələr bağlandı. Və bəzi müəssisələrin büdcəsi geniş idi, böyük şirkətlər. Onlar özlərini, işçilərini idarə edə bildi. Amma kiçik və orta əksəriyyəti tamamilə bağlandı, fəaliyyətlərini dayandırdı, müvəqqəti. Sonra pandemiya bitəndən sonra bəziləri tamamən sahəsini dəyişdi, bəziləri isə yenidən fəaliyyətinə başladı. Yəni nə qədər insan işsiz qaldı. Bax buna deyirik dövrü işsizlik. Və dövrü işsizlikdə iqtisadiyyatda iş yerlərinin xeyli azalması müşahidə edilir. Bax bu qeyd etdiyimiz işsizlik növləri ilə yanaşı mövsümi, gizli və durğun işsizlik mövcuddur. Mövsümi məsələn kənd təsərrüfatı. Yazda insanlar kənd təsərrüfatı ilə məşğul olur, əkir, becərir, satır, pul qazanır. Amma qış müddətində əkinçiliyə şərait olmur, kənd təsərrüfatı ilə məşğul olmaq olmur və yaxud da pul qazanmaq olmur. Bu mövsümüdür. Gizli işsizlik nədir? Bu maraqlı bir işsizlik növüdür. Məsələn, insanlar öz hər hansısa bir müəssisə rəhbəri olan qohumlarına, direktorlara və yaxud da icra başçılar qohumlarından xahiş edirlər ki, mənim adımı rəsmi olaraq qeydiyyatdan keçir, mənə staj yazılsın. Belə deyək, staj Azərbaycan dilində nədir? Təcrübə. Mənə təcrübə yazılsın, amma pulu özün al. Bu adam rəsmi olaraq işləyir, amma faktiki olaraq işsizdir. Yəni bu işsizlik gizli hesab edilir. Bir də var durğunluq. Müəyyən müddət ərzində işin dayanması deməkdir. Məsələn, ticarətdə olur əsasən. Bu gün Çin avtomobilləri dünya avtomobillərinə meydan oxuyur demək olar ki, yəni dünya bazarını ələ alıb, bu gün ikinci əl maşın bazarlarında, digər maşın bazarlarında durğunluq müşahidə edilir. Bazarlarda alverçlərdir, alver yoxdur, neçə vaxtı maşın sata bilmirik. Və bu müəyyən müddət olmaması buna durğunluq deyilir. İşsizliyi aradan qaldırmaqdan ötürü dövlət məşğulluq siyasəti həyata keçirir. Təbii ki, bu fərqli ölkələrdə fərqlidir, amma bizdə biraz tamam fərqlidir. Bu da təbii ki, bizim daha çox həm insanlarımızdan da asılıdır belə deyək. Dövlət buna onsuz da pul ayırır məşğulluğa. Məsələn, insan kənddə yaşayır və istəyir ki, məşğulluğa qeydiyyatdan keçsin. Onda məsələn təhsili yoxdur, məşğulluq ona hər hansısa bir iş verə bilmir. O istəyir ki, məsələn 2 dənə buna inək versinlər. Ki o inəyi necə deyim, bəsləsin, südün sağsın və yaxud da bir işlə məşğul olsun da, yəni. İndi bununla məşğul olan bəzi insanlar istifadə edir süni şəkildə. Gəlir məsələn daha ucuz qiymətə, xəstə və yaxud da bəzi hallarda olur təbii ki, həmişə yox. Belə heyvanlar verirlər və bir növ insanların dilində artıq bu lağ mənasında işlənilir ki, məşğulluqdan verilən nəyəsə bənzədirlər. Amma təbii ki, müsbət tərəfləri də çoxdur. Və işsizliyin, məşğulluğun deməli aradan qaldırmaq üçün dövlət bu tip siyasət həyata keçirir. Ən yaxşı hallardan biri də odur ki, insanlara, vətəndaşlara peşə hazırlığı keçirirlər. Yəni adam bərbər olmaq istəyir, dərzi olmaq istəyir, dövlət şərait yaradır. İxtisas artırılmasına yönəlmiş tədbirlər həyata keçirir. Sonra əsas məsələlərdən biri də işçi axtaranları bir bazada toplayır, onlara məlumat göndərilir ki, filan yerlərdə vakansiya var, işləmək istəyərsinizmi? Onlar əgər uyğun olsa, insanlar gedib işləyir. Sonra iş yeri imkanları olan bölgələrə köçmək istəyənlərə xüsusi vergi imtiyazları tətbiq edilir, uzun müddətli kreditlər verir. Məsələn, bugün Xankəndində, işğaldan azad olunan digər bölgələrə insanlarımızın marağı çoxdur. Dövlət xətti ilə orada gedib iş imkanları var, işləmək istəyirlər. Gedib yəni insanlara şərait yaradırlar ki, insanlar gedib orada işləsin. Ölkəyə daxil olan xarici işçilərin qarşısını almaq da əsas tədbirlərdən biridir ki, yəni xaricilər gəlir,
Təbii ki, onlar da bizlə bərabər iş axtarırsa, onlar işlə təmin olunursa, deməli bu bizim işlə təmin olunmamağımıza gətirib çıxarır. Yəni bizim rəqibimiz artır, ölkədə iş rəqabəti artır. Bu işlə də təbii ki, məşğulluq fondu məşğul olur. Keçək məskunlaşma formalarına. Məskunlaşma, urbanizasiya. Deməli, məskunlaşmanın iki əsas forması var. Kənd və şəhər məskunlaşması. Kənd məskunlaşmasının iki əsas forması var. Qrup və dağınıq. Bunlar haqqında öncə danışarıq, amma burada birinci dünya əhalisinin yerləşməsi haqqında danışaq ki, dünya əhalisinin 70%-i qurunun cəmi 7%-ni tutan ərazisində məskunlaşır. Dünya əhalisinin 90%-i şimal, 10%-i cənub yarımkürəsində. 85%-i şərq, 15% isə qərb yarımkürəsində yerləşir. Çin və Hindistan hansı yarımkürələrdədirsə, əhalinin əsas hissəsi o yarımkürədə məskunlaşıb deyə bilərik. Əhalinin yerləşməsini göstərən əsas göstərici əhalinin sıxlığıdır. Əhalinin sıxlığını taparkən ölkə əhalisini ölkənin ərazisinə bölmək lazımdır. Yer kürəsində hər kvadrat kilometrə orta hesabla 58 nəfər əhali düşür və sıxlıq ölkələr üzrə fərqlidir. Məsələn, Rusiyada, Avstraliyada, Səudiyyə Ərəbistan kimi böyük ölkələrdə sıxlıq aşağıdır. Amma Banqladeş, Koreya, Niderland, Hindistan, Belçika kimi ölkələrdə əhalinin sıxlığı yüksəkdir. Avstraliyada əhalinin 91%-i cəmi 10%-ni tutan ərazidə, xüsusən də cənub, qərb və cənub-şərq hissəsində məskunlaşmışdır. Bu da subtropik iqlim qurşağı daxilində olan ərazilərdə məskunlaşıb deyə bilərik. Əhalinin yerləşməsinə və sıxlığına təsir edən amillər. Ən əsası dənizdən uzaqlıqdır. Dünya əhalisinin yarıdan çoxu dənizdən 200 kilometrlik məsafədə məskunlaşıb. Ərazinin mütləq hündürlüyü əsasən düzən və dağətəyi ərazilərdə məskunlaşıb. Relyef təsir edir. Məsələn, Çinin qərb hissəsində məskunlaşma zəifdir. Çünki burada səhra landşaftı və yüksək dağlı relyef var. İqlim təsir edən amillər. Dünya əhalisinin əsas hissəsi subtropik və mülayim iqlim qurşağında məskunlaşmışdır. Subekvatorial da var, amma daha çox mülayim və subtropik deyə bilərik. Məskunlaşma tarixi. Tarixən qədim sivilizasiyaların olduğu ərazilərdə əhalinin məskunlaşması sıxdır. Məsələn, İraqda, Misirdə, sonra Çin sivilizasiyası, Hindistan və s. Təbii artımı yüksək olduğu Latın Amerikası, Afrika, Asiyada əhalinin sıxlığı yüksəkdir. Sənayenin inkişafı da sıxlığa təsir edən amillərdən biridir. Ekstremal şəraitə malik olan ərazilərdə əhalinin məskunlaşması seyrəkdir və əhalinin yaşadığı yerlər, yaşayış üçün əlverişli olan ərazilər oikumeniyalar adlanır. Yaşayış üçün əlverişli olan ərazilər isə rezervasiyalar adlanacaq. Bu xəritədə dünya əhalisinin sıxlığı göstərilir. Burada isə daha dəqiq hansı ərazilərin sıxlığı yüksək olduğunu görə bilərik. Məsələn, Avstraliyada əhalinin əsas hissəsi cənub-şərq və cənub hissəsində məskunlaşıb. Yeni Zelandiyada şimal hissəsində. Rusiyada ölkə əhalisinin əsas hissəsi qərbdə. Çində isə əsas hissə şərqdə məskunlaşıb. Sonra Braziliyada okean sahilində, yəni şərq hissədə daha çox məskunlaşma var. Patagoniyada məskunlaşma zəifdir. Amazon ovalığında zəifdir. Patagoniyada səhradır, ona görə zəifdir. Amazon ovalığında rütubətlənmə əmsalı vahiddən böyükdür. Konqo hövzəsində vahiddən böyükdür. Böyük səhrada zəifdir. Kanadada ölkə əhalisinin əsas hissəsi cənub-şərqdə məskunlaşıb. Çünki şimal və şimal-qərb mərkəz hissəsi daha çox ekstremal şəraitə malikdir. Ona görə olmaz. Norveç, İsveçdə əhalinin əsas hissəsi Finlandiyada cənub hissədə məskunlaşmışdır deyə bilərik. Carda da əhali ölkənin şərq və cənub hissəsində məskunlaşıb. Mərkəz hissəsi bu hissə Kalahari səhrasına düşür deyə məskunlaşma zəifdir deyə bilərik. Sonra Avstraliyada ölkə əhalisinin qeyd etdiyi ki, əsas hissəsi cənub-şərq və cənub-qərbdədir. Böyük Britaniyada ölkə əhalisinin əsas hissəsi mərkəz və cənub hissəsidir. Şimalda sıxlıq daha aşağıdır. Dedik ki, iki əsas forma var. Kənd və şəhər. Kənd özü qrup və dağınıq bölünür. Bizdə qrup forması, məsələn, bu Xınalıq kəndini görürük. Qrup yaşayış formasında daha çox ailələr məskunlaşır. Amma dağınıqda isə ferma halında olur. Bir neçə ailə məskunlaşır. Buralara ranço, fazenda deyirik. Daha çox Amerika, Avstraliya və Şimali Avropa ölkələri üçün xarakterikdir. Məskunlaşmanın fərqi yoxdur şəhər və yaxud da kənd və yaxud da urbanizasiya və yaxud da suburbanizasiya. Hamısında məskunlaşmanın üç əsas forması var. Radial, xətti, sahil boyu.
Radial model nəqliyyat yollarının kəsişdiyi mərkəzlərdə dairəvi formada məskunlaşma modelidir. A göstərilib bura. Xətti model çay və ya magistral yollar. Bura avtomobil yolu, dəmir yolu, su kanalları ola bilər, fərqi yoxdur. Xətt şəklində uzanan şəhərlər xətti modelə aiddir. Dəniz, körfəz, sonra göl ətrafında deməli sahil boyu ərazilərdə məskunlaşma isə sahil boyu model adlanır. Ölkələr üzrə şəhər anlayışı fərqlidir. Ümumiyyətlə, şəhərləri öyrənən elm şəhərlərin coğrafiyası adlanır və şəhər anlayışı vahid qəbul edilmiş bir standartı, meyarı yoxdur. Ölkələr üzrə fərqlidir. Məsələn, Şimali Avropa ölkələrində 200 nəfər olsa ona şəhər demək olar. Kanada və Avstraliyada 1000 nəfər olsa, ABŞ və Meksikada 2,5 min nəfər olsa, Hindistan və İranda 5000 nəfər olsa, Yaponiyada isə 30 min nəfərdən çox olan yaşayış məntəqələrinə şəhər adı verilir. Əhalinin şəhərlərdə və şəhər ətrafında cəmləşməsi urbanizasiya adlanır. Urbanus sözü şəhər deməkdir. Urbanizasiyanı öyrənən elm isə geourbanistika elmi adlanır. Müasir urbanizasiyanın 3 əsas xüsusiyyəti var. Şəhər əhalisinin artım sürətinin yüksək olması. Yəni, əhali kəndlərdən şəhərə və şəhər ətrafına gəlməlidir. Əhalinin və təsərrüfatın əsas hissəsi böyük şəhərlərdə cəmləşməlidir və böyük şəhərlər genişlənərək bir neçə şəhər birləşir, aglomerasiyalara çevrilir. Aglomerasiyalar da böyüyür, meqalopolislər. Bir neçə aglomerasiyanın birləşməsi isə meqalopolis adlanır. Dünya əhalisinin yarıdan çoxu, yəni 56,7% şəhərdə yaşayır. Yəni dünyada urbanizasiya səviyyəsi 56,7%-dir. Dünyanın 6 ölkəsi var ki, onlarda urbanizasiyanın deməli payı çoxdur. Bax bu dərslikdə verilən Moskva aqlomerasiyasıdır. Mərkəzdə olan əsas şəhər nüvə şəhəri hesab edilir. Və digər ətraf şəhərlər, yaşayış məntəqələri, rayonlar isə bunlar peyk şəhərlərdir. Bax burada gördüyünüz şəhərlər, bunların adlarına diqqət yetirərsiniz. Bunlar Moskvanın peyk şəhərləri hesab edilir. Dünyanın ən iri aqlomerasiyalarına gəlin baxaq. Bura aiddir Los Angeles, Sakit Okean sahillərində yerləşir. Bura aiddir New York, Atlantik Okean sahilində yerləşir. Bura aiddir Detroit, göllər ətrafında yerləşir. Yerləşdiyi məntəqələr də bilin ki, imtahana düşə bilər ki, hansı ölkənin məsələn şərqində yerləşir, daxilində yerləşir, qərbində yerləşir və yaxud da Sakit Okean sahilində yerləşir, Atlantik Okean sahilində yerləşir. Meksikada Meksiko, Argentinada Buenos Aires, həm də paytaxtdır. Sonra Braziliyada paytaxt Brazil şəhəridir, amma ən böyük şəhərlər São Paulo, Rio de Janeiro'dur. Afrikada Qahirə və Lagos fərqlənir. Qahirə Misirin paytaxtıdır, Lagos isə paytaxt deyil. Nigeriyanın paytaxtı Abujadır, ən iri şəhəri isə Lagosdur. İmtahana sual düşə bilər ki, ən iri şəhəri, paytaxtı olmayan ölkələri seçin. Məsələn, ABŞ, ən iri şəhəri New Yorkdur, paytaxt isə Washington. Braziliya, paytaxt Braziliya, ən iri şəhəri isə São Paulo, Rio. Nigeriyada dedik Abuja, paytaxt, ən iri şəhər Lagos. Türkiyədə ən iri şəhər İstanbul, paytaxt Ankara. Avstraliyada da fərqlidir. Paytaxtla ən iri şəhər fərqlidir. Ərəb dünyasının ən böyük aqlomerasiyası hansıdırsa, Qahirəni götürəcəksiniz. Afrikada da demək olar ki, Lagosdan da daha böyükdür Qahirə şəhəri. Avropada London, Paris, Roma şəhərləri, sonra Moskva şəhəri, sonra Pakistanda Kəraçi, Hind okean sahilində, Mumbai, Hind okean sahili, Kəlkütə, Hind okean sahili Hindistanda, New Delhi mərkəzdə yerləşir, Dəkkə Banqladeşdə, Jakarta İndoneziyada, Çində Şanxay, Pekin. Şanxay Pekindən daha böyükdür. Burada da Pekin paytaxtı, amma Şanxay daha böyükdür deyə bilərik. Seul Koreyada, Tokyo isə Yaponiyada. Bunlar da yəni Şanxay, sonra Seul, Tokyo, Sakit Okean sahillərində yerləşir deyə bilərik. Myanmada da elədir deyə bilərik. Misirdə nə ola bilər? Başa düşmədim heç sualınız. Zəhmət olmasa qeyd edin onu. Tamam.
Biz davam edək o zaman. Dedi ki, aglomerasiyalar böyüyür, meqalopolislərə çevrilir. Bir neçə aglomerasiyanın birləşməsi meqalopolis. Dünyada 6 dənə meqalopolis öyrənilir. Onlardan üçü ABŞ-dadır. Sakit Okean sahili. Burada San Francisco'dan San Jose'ye qədər. San Francisco, San Diego, San Jose, Los Angeles sıların olduğu hamısı Sakit Okean sahilindədir. Chips göllər ətrafındadır. Chicago'dan Pittsburgh'a qədər. Chicago, Detroit, Pittsburgh, Cleveland. Bosfaş şimal-şərqdə Atlantik Okean sahilindədir. Bostondan Vaşinqtona qədər. Boston, New York, Philadelphia, Baltimore, Vaşinqton bura daxildir. İngiltərə, Avropada Rainbow meqalopolisi, Asiyada isə Tokaydo meqalopolisi hesab edilir. Burada şəhərləri bilsəz kifayətdir, digərlərinə ehtiyac yox. İngiltərə və Rainbow birləşərək Göy Banan meqalopolisini yaradır. Bura daxil olan şəhərləri yazmışam, amma öyrənməyə ehtiyac yoxdur. Güvəndə falan bu tip testlər var deyə, müdavimlər soruşur deyə, ona görə yazmışam. Amma ölkələr, hansı ölkələr Göy Banana düşür desə, bilsəz kifayət. O da əsas ölkələri. Məsələn, Böyük Britaniyanı, sonra Niderland, Belçika, sonra Almaniya, Fransanın bir hissəsi, sonra Avstriya, İsveçrə, İtaliya, Liechtenstein, Lüksemburg dövlətlərini bilsəz kifayətdir. Bu dünyanın urbanizasiya xəritəsidir. Hansı ölkələrdə urbanizasiya səviyyəsi çoxdur? Əsasən inkişaf etmiş ölkələrdə çoxdur. Amma inkişaf etməkdə olan Argentina, Uruqvay, Qabon, İordaniya, sonra burada Liviya, Əlcəzair, Braziliya, Kolumbiya və s. qeyd etmək olar ki, inkişaf etməkdə olan ölkələr olsa da əhalisi şəhərlərdə cəmlənmişdir. Əhalisi çox olan Pakistan, Hindistanda, sonra Filippində, İndoneziyada nisbətən aşağıdır urbanizasiya səviyyəsi. Urbanizasiyanı biz iki yerə bölürük. İnkişaf etmiş ölkələrdə əsl urbanizasiyadır. Yəni şəhər həqiqətən də iqtisadi inkişaf edir, əhali şəhərlərdə yaşayır. Bir də var ki, yalançı urbanizasiya. Belə yalançı urbanizasiya kasıb ölkələr üçün xarakterlikdir ki, kənd əhalisi kəndlərdən köçüb şəhər ətraflarında, yəni qanunsuz, sənədsiz, şəraiti olmayan evlər tikirlər, ekranda gördüyünüz kimi və bu evlərdə yaşayırlar. Şəhər mühiti olmur ümumiyyətlə burada, şəhər anlayışından kənar olur və bunlar yalançı urbanizasiya adlanır. Bunlar müxtəlif regionlarda fərqli adlanırlar. Latın Amerikası ölkələrində favellər və bu gördüyünüz favela məhəllələridir. Afrikada bidonvil, Türkiyədə gecəqondular adlanır. Məsələn, belə bir sual düşəcək ki, Almaniyada urbanizasiya məzmun baxımından Braziliyadan fərqlidir. Və yaxud da Meksikada urbanizasiya məzmun baxımından ABŞ-dan fərqlidir. Təbii ki, fərqlidir. Birində yalançı urbanizasiyadır, biri var əsl urbanizasiya. Ya urbanizasiya şəhərlərin enli inkişafıdır. Bir də var şəhərin dərinli inkişafı. Bu suburbanizasiyadır. Bu əsasən inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Əhali şəhərin səs-küyündən, şəhərdəki inkişafdan bezir, şəhər ətrafına və kəndlərə köçür. Həm kəndlərə, həm də şəhər ətrafına. Və belə öz villalarında yaşayırlar. Belə bir şey deyim, həm urbanizasiyada əhali şəhər ətrafına köçür, həm də suburbanizasiyada şəhər ətrafına köçmək var idi. Şəhərlərin böyüməsi əhalinin sıxlığını artırır və ona görə də daha hündür binaların tikilməsinə ehtiyac duyulur. Bəzi ölkələrdə futuristik, yəni gələcəyin şəhər modelləri hazırlanmışdır. Məsələn, Birləşmiş Ərəb Əmirliyi Dubayda üzən şəhər, Braziliyada okean dibində şəhər, ABŞ-da nəhəng göydələnlər şəhəri layihələri vardır. Sonra gələk dil ailələri haqqında danışaq. Deməli, ən böyük dil ailələri Hind-Avropa dil ailəsidir. Daimi əhalisi olan bütün materiklərdə Hind-Avropa dil ailəsinə mənsub ölkələr var. Yəni, xalqların yaşadığı ölkələr var, belə deyək. Altay dil ailəsi yalnız Avrasiyadadır. Afro-Asiya dil ailəsi Avrasiya və Afrikadadır. Sonra Çin, Tibet aydın məsələsi ki, Avrasiyadadır. Sonra Niger Kordofan Afrikadadır. Ural Avrasiyadadır. Yəni, əsas bunlardır. Gəlin, indi bir-bir ölkələr üzrə tanış olaq. Hind-Avropa dil ailəsinin müəyyən qrupları var. Bax, burada göstərilib Hind-Avropa dil ailəsi. German, Roman, Alban, İran, Hindari.
qrupları var. Başlayaq Hind-Avropa dil ailəsinin German qrupundan. Orta və Şimali Avropada var. Şərqi və Cənubi Avropada German dil qruplu ölkə yoxdur. İslandlar, İngilislər, Niderlandlılar, Danimarkalılar, Almanlar, Avstriyalılar, Norveçlilər, İsveçlilər German qrupuna aiddir. Belçika və İsveçrədə hər ikisinə aid xalqlar yaşayır deyə. Belçika və İsveçrədə rəsmi dil belə bir neçə rəsmi dili var. Həm Roman, həm də German qrupuna aiddir deyə bilərik. Roman qrupu həm Şərqi, həm Cənubi, həm də Orta Avropada var. Orta Avropadan Fransa, Şərqi Avropadan Rumunlar və Moldovanlar, Cənubi Avropadan İtalyanlar, İspanlar və Portuqalları biz götürə bilərik Roman qrupuna. Şərqi Avropada Slavyan qrupudur. Burada Slavyan xalqları, məsələn, Ruslar, Belaruslar, Ukraynalılar, Polşalılar, Çexlər, Slovaklar, Slovenlər, Xorvatlar, Bolqarlar, Makedonlar, Serblər və s. hamısı Slavyan. Burada bir şeyə diqqət yetirsiniz. Biz sivilizasiyada keçmişdik ki, Qərb sivilizasiyası, Şərq sivilizasiyası. Məsələn, Çexiyada Qərb sivilizasiyası olsa da əhali Slavyan dil qrupuna aiddir. Yəni Slavyan sivilizasiyası deyil, Pravoslav Slavyan sivilizasiyası deyil, amma Slavyan dil qrupuna aiddir. Yəni deməyim odur ki, sivilizasiya ilə dili qarışdırmayaq. Sonra Hind-Avropada bəzi ölkələr var ki, onların xalqları ayrıca bir qrupa aiddir. Məsələn, İrlanlılar Kelt qrupuna aiddir, Albanlar Alban qrupuna, Yunanlar Yunan qrupuna, Baltikyanı Latva, Litva Baltik qrupuna aiddir. Sonra Ural dil ailəsi. Ural dil ailəsinə aid ölkələr var. Avropada Finlandlar, yəni Finlər, Estonlar və Macarlar. Bu xalqlar. Macarıstan, Estoniya və Finlandiyanın rəsmi dili Ural dil ailəsinin Fin-Uiqur qrupuna aiddir. Amma bununla yanaşı Ural dil ailəsinə mənsub xalqlar Ural dağları ətrafında Yamal, Qıdan, Taymır yarımadalarında və Şərqi Avropada məskunlaşmışdır. Rusiyada var, həmin ərazilərdə var desə doğru götürəcəksiniz. Sonra Altay dil ailəsi. Altay dil ailəsinin qrupları var. Türk, Monqol, Tungus, Mancur. Türk aydın məsələdir ki, Türk xalqları və müstəqil Türk dövlətləri hamısı Türk dil qrupuna aiddir. Monqolistan Monqol dil qrupuna aiddir, Monqolistan əhalisi. Tungus, Mancur isə Çində yaşayan evenklər daxildir. Və 11-ci sinif metodik vəsaitdə və son dərslikdə Yaponlar və Koreyalılar da Altay dil ailəsinə aid edilir. Altay dil ailəsinin Paleo-Asiya qrupuna aid edilir. Sonra Hind-Avropa dil ailəsinin İran qrupu ilə tanışalaq. İran, Əfqanistan, Tacikistan dövlətlərinin əhalisinin əsas hissəsi, Farslar, Kürdlər, Tatlar, Talışlar məhz bura aiddir. Sonra Hind-Ari qrupu, Hind-Avropa dil ailəsinin Hind-Ari qrupu. Pakistanlılar, Hindistanlılar, Nepallılar, Bangladeşlər. Bangladeşlilərə Bengallılar deyirik. Sonra gəlir Afro-Asiya. Cənub-Qərbi Asiyanın ərəb ölkələri və Yahudi dövləti bura aiddir. Sonra Çin-Tibet dil ailəsinə Çinlilər, Myanmalılar, Kambocalılar və Vyetnamlılar aiddir. Gürcülər Kartvel dil ailəsinə, Çeçenlər, Ləzgilər, Avarlar, İngiloylar, Saxurlar və s. Qafqaz dil ailəsinə mənsubdur. Afrikanın Şimali Afrika ölkələri, ərəblər, bərbərlər, Afro-Asiya dil ailəsinin hamı qrupuna aiddir. Qərbi, Mərkəzi və Şərqi Afrika ölkələri Niger Kordofan dil ailəsinə mənsubdur. Sonra Cənubi Afrikada yaşayan Qotentotlar, Buşmenlər, Bantu xalqları Khoisan Bantu dil ailəsinə aiddir. Bunlar da əsasən Namibiya, Botsvana və Çar ərazisində məskunlaşmışdır. Cənubi Afrikada həm Khoisan, həm Niger Kordofan, həm də Hind-Avropa dil ailəsinin German qrupu var. Niyə bunlar Germandır? Çünki biz demişdik ki, köçürmə kapitalizm ölkələrin əhalisi metropoliyalardan, yəni asılı olduğu ölkələrdən miqrasiya etmiş əhali hesabına formalaşmışdır. Yəni bunlar İngilisdən gələn əhalidir, ona görə German qrupuna aiddir. Və bu gün Çar apartheidin, rasizmin ən çox olduğu ölkələrdəndir. Yəni irqi ayrı seçkilir. Burada həm ağdərilər, həm də qaradərilər yaşayır və bunlar arasında irqi ayrı seçkilik geniş vüsət almışdır. Amerika qitəsinə baxaq. Şimali Amerikada, yəni ABŞ-da və daha çox Kanadada ingilislər çox məskunlaşdığına görə, yəni ingilis əsilli insanlar, bunlar Anglo-Kanadalılar və Anglo-Amerikalılar adlanır. Bunlar German qrupuna aiddir. Latin Amerikasında isə əsasən Portuqallar və İspanlar məskunlaşdığına görə onlar Roman qrupuna aid. Meksikalılar, Argentinalılar, Braziliyalılar, Perulular, Çililər
roman qrupuna aiddir. Avstraliya və Yeni Zelanda da köçürmə kapitalistdir. Burada da Avropadan, yəni İngiltərədən gələn insanların nəsilləri olduğuna görə bunlar da Hind-Avropanın German qrupudur. Bir də Avstroneziya qrupu var. Avstrasiya, səhv etmirəmsə, qrup adıdır belə bir şey. Avstroneziya olmalıdır dil ailəsinin adı və yerli əhali, aborgenlər, moerlər və hətta Madagaskar əhalisi belə Avstraliya ilə eyni dil ailəsinə aiddir. Bu olimpiyada imtahanına düşüb, sizə də ola bilər ki, düşər. Yəqin ki, düşməz bundan sonra, amma olimpiyadan işləyəndə görəcəksiniz onu. Düz yazmaq üçün bilin ki, Madagaskarla Avstraliyanın yerli əhalisi eyni dil ailəsinə mənsubdur. Belə, mövzumuz bura qədər. Testləri rahat şəkildə işləyə biləcəksiniz bu mövzudan sonra.